Blok imtahanına düşmə potensialı olan bir sual nümunəsinə gəlin baxaq. Sabit təzyiqdə mütləq temperatur 2% artdıqda, sabit təzyiqdə P bərabər konstant qeyd edirik. Mütləq temperaturun 2% artdığını qeyd edir. Yazarıq T2 bərabərdir 2% artım. Faiz artımı necə tapırsınız? Həmin ədəd neçədirsə, neçə faiz artımdırsa, faiz artım deyəndə üzərinə 100 gəlin, bölün 100-ə. 2% artım 2 plus 100, 2% plus 100% böldük 100-ə. Bizdə alınır nə? 102 böl 100, yəni 1,2. Yəni temperatur 1,2 dəfə neynədir? Artdı. 2% artımı bu şəkildə tapırsınız. Havada yerləşmiş cismə. Cisim hər hansısa bir cisimdir, yerləşib havada. Cisim yerləşib havada. Hava molekullarını qeyd edirəm burada. Havada yerləşmiş cismə təsir edən Arximed qüvvəsi. Havada yerləşmiş cismə təsir edən Arximed qüvvəsinin düsturu Rho hava, J vuraq V şəklində olacaq. Bərabərdir. Rho burada hava, yəni qazın sıxlığın düsturunu Pm böl RT-ni bilirik. Pm böl RT vur J vur V. Düzdürmü? Burada sabit təzyiqdə Arximed qüvvəsi temperaturdan tərs asılıdır. Temperatur 1,2 dəfə artırsa, Arximed qüvvəsi onda nə edir? Temperatur deməli 1,2 dəfə artdısa, Arximed qüvvəsi 1,2 dəfə azalacaq. Və ya istəsəz təbii ki, asılılıqdan verə bilərsiniz. F Arximed 1 necə dəyişər deyəndə, hansısa kəmiyyət necə dəyişər bizdən soruşursa, dəyişməsini soruşursa, nisbət şəklində asıllıq verirsiniz. T2-nin T1-ə bərabərdir. Tərs asılı olduğu üçün yazdıq. 1,2 T1, məxrəcdə T1. T1-lərə dedik gülə-gülə 1,2. Buradan aldıq ki, F Arximed 2 bərabərdir. F Arximed 1 bölünsün 1,2. Yəni Arximed qüvvəsi 1,2 dəfə azalar. Testin birinci testi izah etdim. 1,2 dəfə azalar. İkinci testin nümunəsi də buna oxşardır. Baxıb həll edirsiniz. Cavabları isə rəylərdə qeyd edə bilərsiniz.